Şəhid rəhbərimiz Ayətullah Əl-Uzma Seyyid Əli Hüseyni Xameneyinin Rizvanullah Teala əleyhin təşyid cənazəsi, dəfn mərasimi bütün ateist, materyalist, sekulyar, kapitalist institutlarını mat və məbhut qoydu. Onların bütün iddialarının üstündən bütılan xətti çəkdi. Çünki onlar həmişə dini gözdən salmaq istəyiblər. İddia ediblər ki, din camiə üçün yararlı deyil. Din camiəni idarə edə bilmir. İxtilaf salır, dava salır, xurafat yaradır, geriləməyə səbəb olur. Amma bu neçə il ərzində dini alimlər bu hakimiyyət məsnədində ki, oturublar və camiəni idarə edirlər, bunu sübut ediblər ki, alimlər digər siyasətçilərdən və mütəfəkkirlərdən, yəni din alimləri, İslam alimləri, Şia alimləri, digər mütəfəkkirlərdən və siyasətçilərdən daha bacarıqlı, daha tədbirli və daha dərin və camiəni daha yaxşı idarə edə biləndilər. Çünki müasir nəzəriyyələr hamısı bunun üstündə qurulub ki, dini kənara qoymaq lazımdır. Din ancaq fərdi həyat üçün bir məsələləri həll edə bilər. Amma dövlət idarəçiliyində camiəni idarə etməkdə yararsız bir şeydir. Amma biz bu günləri bunun tam əksini görürük. İstəməsələr də bu açıq aydın müşahidə olunur ki, insanlar nə qədər o insani duyğuları tapa biliblər. Biz baxaq görək, o quruluşlar, o ideologiyalar ki, dini tənqid eləyirlər, dinə töhmət vururlar, dini yararsız bilirlər, özləri nələrsə bəxş edə biliblər, verə biliblər. İnsana nə isə bəxş edə biliblər. İnsanı rahat edə biliblər. Yox. İnsanlar rahat deyil. Ateist, materyalist quruluşlarda, kapitalist quruluşlarda, liberal, sekular quruluşlarda o ideologiyanın kölgəsi altında insanlar rahat deyillər. Rahatlığı axtarırlar, amma orada tapa bilmirlər. İnsanlara əxlaq verə biliblər, verə bilməyiblər. Bunlar bir sualdır. Bu sualları bir-birimizə verək, müzakirə eləyək. Bunları edə biliblər. Onlar ki, dini tənqid eləyirlər, dinə töhmət vururlar. Özləri bunları bacarır. İnsanları xoşbəxt edə bilirlər. Pul, para, bolluq, fəravanlıq var, amma xoşbəxtlik yoxdur. Rahatçılıq yoxdur. Qəlbin aramlığı yoxdur. Qadınlar üçün xoşbəxt ailə ocağı yarada biliblər. Əksinə, qadınları ailələrin o isti qucağından oğurlayıb, çölə çəkib, karyera qurmay adı ilə onları cinsi kuklaya döndəriblər, oyuncağa döndəriblər. Bunu eləmək istəyirlər. Yəni, özləri əxlaqdan da, düzlükdən də, sədaqətdən də danışsalar, amma bunları eləyə bilmirlər. Heç elədikləri də tam bütün ilahi və insani dəyərlərin əksinədir. Qəhrəmanlar yetişdirə bilirlər.
Hansı ateist, materialist, sekular cəmiyyətdə bu illər ərzində, bu neçə 100 ildir, 200 ildir, bu cəmiyyətlər necə insanlar yetişdirə biliblər? Qəhrəmanlar olub, əksinə, hansı cəmiyyətdə din əhval-ruhiyyəsi var, orada qəhrəmanlar yetişir. Bu müasir cəmiyyətlər ancaq qəhrəmanları yamsılayan, onların ədasını çıxardan artist düzəldə bilir. Aktyor və aktrisalar. Kinolar, filmlərdə, bəli, filmlərdə qəhrəmanları yamsılayırlar, onları ancaq filmlərdə yaşada bilirlər. Belə isə həyata müraciət eləyə görə ki, xeyr, qəhrəman onların cəmiyyətində, quruluşunda yetişmir, yoxdur, bara gətirə bilmirlər. Çünki o nəzəriyyələr, o ideologiyalar, o baxışlar səmərbəxş deyil, əsərbəxş deyil, nəticəsizdir. Bizim Azərbaycana baxaq, Azərbaycanın qəhrəmanları da yenə də dinə bağlı olan insanlardır. Şəhid Seyid Mübariz İbrahimov dinə bağlı olandır. Şəhid Polad Həşimov dinə bağlı olan insandır. Hansı insan dinə bağlıdır, qəlbi Allaha bağlıdır, Allah sevgisi var, Allahın dostlarını sevir, bəli, onun qəlbi müsaitdir ki, bu xeyirlər mənbəyinə çevrilsin. Biz bu günləri bəşər tarixinin ən böyük qəhrəmanlarından birini Allaha təhvil verdik. Elə bir insan təhvil verdik. Din yetişdirmişdi də bunu. Şərq aləmi yetişdirmişdi bu şəxsiyyəti. Biz fəxr eləməliyik, bu dinin, bu yolun davamçılarıyıq. Bizim ata-babalarımızın yoludur bu. Ata-babalarımız bizə bu yolu irs buraxıblar. Bunu unutmaya gərək. Və bilək əlimizdə nə böyük xəzinə var. Bu xəzinənin qədrini gərək bilək. Aldadıb bizim əlimizdən almasınlar. Bu müasir dünya içi boş dünyadır. İnsanlara heç nə vermir. Bəli, zənginlik var. Amma bu zənginlik hamısı əyləncə, işrət və tüfeyle həyat sürmək üçündür. Qəribə bir şey demirəm, bunu hamımız görürük. Görürük və qəbul etmirik. İnsan yaşayar, yaxşı yaşayar, amma günah üçün yaşamaz. Ömrünü əyləncəyə həsr etməz, şovlara həsr etməz. Yoxsa qəlb öləcək, ölmüş qəlb də Allahın qarşısında üzü qara olacaq və əbədi cəhənnəmə aparılacaq. Biz şəhadət veririk, bizim rəhbərimiz böyük məqamlara çatmış idi. Alim idi, fəqih idi, müctəhid idi, mücahid idi, mübariz idi. İslam ümmətinin qeyrətini, namusunu, şəxsiyyətini, hüvəyyətini qoruyan bir şəxsiyyət idi. Belə bir insan idi. Həzrəti Ayətullah Cavadi Amili Allah hifz eləsin, zəmanəmizin böyük alimlərindəndir. Həqiqətən də böyük alimlərdəndir. Bəlkə də deyim, misli olmayan bir alimdir hal-hazırda. O qədər dərin elmə sahibdir, malikdir. Elm əhli yaxşı tanıyır, yaxşı bilir ki, o ağa kimdir. Nə qədər dəryadır elmdə, nələr bilir. Buna sübut da ağanın dediyi Quran təfsiri dərsləridir. Təfsiri yığılıb, bir 80 neçə cild bəlkə də vardı indi o təfsir, təsnim təfsiri.
Demək olar ki, mübahisə etmədiyi bir mövzu qalmayıb. O qədər dərin təfsirdir. Rəhbərimiz üçün cənazə namazı qılanda çox dəqiq, lətif, incə mənalara işarə elədi. Allahumma inna hazal musajja quddamana abduka və buna abdik və buna amatik nəzələ bik nəzələ bi izzi cəlalik və cəbərutik və əzəmətik və mələkutik. O dərəcəsini nə qədər qaldırıb? Mələkuta qalxdı rəhbər. Allahın cəlal və cəbərutuna, əzəmətinə yol tapa bildi. Allahumma innehu nəzələ mücahidən, mübaliğən, vəriən, müvəhhidən, mütəəllihən, mücahid olaraq, mübaliğ olaraq, vəri, pəhrizkar, təqvalı olaraq, müvəhhid, tövhid əhli olaraq, mütəəhhil, ilahiyyat alimi olaraq sənin yanına gəldi. Allahumma innehu nəzələ şəhidən lil-İslam vəl-Qur'an vəl-İtrət. Ümmət yolunda, İslam yolunda, Qur'an yolunda, Əhl-i Beyt yolunda şəhid olaraq sənin yanına gəldi. Allahumma innehu nəzələ indəkə qətilən lil-İslam, qətilən lil-ümmətil muslimə, qətilən li-siyasətiha, qətilən li-siyanətiha, qətilən li-kiyaniha, qətilən li-əzəmətiha və siyadətiha və məvləviyyətiha və vəhdətiha. Ən pis insanlar tərəfindən qətlə yetirildi. Ən alçaq, ən mənfur, məlun insanlar tərəfindən qətlə yetirildi. Bunları görməyən də kör olsun. İndən belə onların tərəfin saxlayana da lənət olsun. Belə bir insanlar ki, bunların mənfur olmaqlığı, iriyənc olmaqlığı, alçaq olmaqlığı artıq danılmazdır. Yenə də kimsə onların tərəfini saxlaya. Mən bilmirəm belə insana nə demək olar. Höccət tamamdır. İnsanlara höccət tamamdır. Pərverdigara, sənin yanına İslam uğrunda, müsəlman ümmət uğrunda, onun siyasətinə xidmət etdiyi halda, onun siyanətin çəkən halda, yəni onu qoruyan halda, İslamı, ümmətini qoruyan halda, kim var? Belə bir rəhbər var müsəlman dövlətlərinin başında. Bu müsəlmanlar belə bir rəhbərləri də qəbul etməyəndən sonra ha desinlər biz müsəlmanıq. Rusiya dövlətinin də siyasəti bu yoldadır. Ki, bəşəriyyətə nicat vermə yolundadır. Kimlə mübarizə aparır? O mənfur şəxslərlə mübarizə aparır. Onlar ki, neçə illərdə bizim nəsillərimizi pozublar. Xarab eləyiblər aləmi. Fəsadı el aləmə yayıblar. Qətilən likiyaniha, hududlarını qoruyurdu. Ləzəmətiha, İslam ümmətinin əzəmətini qoruyan halda, onun siyadətini, ağalığını qoruyan halda, müsəlmanlar arasında dostluq, qardaşlıq yaradan halda, onların arasında vəhdət yaradan halda qətl edildi. Bu cür insan qətl edildi. Qətl edənlər də məlumdur kimlərdir. Allah zalimlərin, qatillərin cəzasını versin. İndi bu günlərdə yenə də toplaşıblar. NATO zirvə görüşündə. NATO həmin o quruluşdur ki, onlar Allahın dininin əleyhinə vuruşurlar. Təqvanın əleyhinə vuruşurlar. Bəşəriyyətin saadəti üçün deyil, rəzaləti üçün iş görürlər. NATO belə bir quruluşdur. Bunu sübuta yetirməyə bir dəlilə ehtiyac yoxdur.
Biraz ki insan baxdı, bunu görəcək. Bu NATO zirvəsində bunların indi siyasəti nədən ibarətdir? Birinci budur ki, İslam ümmətinin arasında və bu müqavimət ölkələrin arasında ixtilaf yaratsın, ayrı seçkilik yaratsın və bunları biri-biri ilə vuruştursun. Türkiyə dövləti, Türkiyə xalqı bura kimi bu müqaviməti müdafiə eləyirdi. Türkiyə xalqı yenə də haqqı görür, haqqı dəstəkləyir. Amma Türkiyə hökuməti məlum deyil bundan sonra necə zahir olacaq, necə çıxacaq üzə. Amerika dövləti, bir də İsrail dövləti Türkiyəyə böyük bir şans verməklə istəyir ki, onu yenə də orta əsrlərdəki etdiyi səhvi təkrar etdirsin. Orta əsrlərdə Osmanlı dövləti, hansı ki, indiki Türkiyə onun varisidir, bir də Səfəvilər dövləti, hansı ki, İran camiyyəsi və mədəniyyəti də bir növ onlara bağlıdır. O dövrdə Qərb imperialist dövlətləri tərəfindən biri-biri ilə vuruşdurulurdu. Yəni, aralarını vurmuşlar, iki eyni mənşəyə mənsub olan millət, bir dini daşıyan dövlət, millətlər, iki millət yəni, hansı ki, bir mədəniyyətə, bir dinə mənsub idilər, bunlar biri-biri ilə vuruşdururdu, aralarını vurmuşdular. İllərlə bu Osmanlı ilə Səfəvinin arasında müharibə getdi. Əsərləri indi də qalıb yaddaşlarda. İndi də görürsən, bəziləri bundan sui-istifadə eləyib, Türkiyə-İran arasında nifaq və ədavət yaratmaq istəyir. İndi Qərbin siyasəti gəlib bunun üstündə durub. İllərdir çalışdı, bu millətlər arasında dava salsın, bacarmadı. Dövlətlər arasında, bu şərq dünyasındakı dövlətlər arasında dava salsın, sünni-şiyə ədavəti yaratsın, bacarmadılar. Dövlətlər yaratdılar, Taliban, Əl-Qaidə, Daeş, Fəthullah Gülən dövləti yaratmaq istəyirdilər. Bunlar hamısını buna görə yaradırdılar ki, bu dövlətlər onlara bağlı olsun və bunların vasitəsilə müsəlmanları idarə eləsinlər, dünyanı idarə eləsinlər, onların bütün təbii sərvətlərinə sahib çıxsınlar. Bu toplantıda bunu ifadə etməyə çalışdılar ki, Türkiyə NATO'nun birinci gücüdür, birinci dövlətidir artıq. Siyasətə elə qurublar ki, güya Amerika dövləti NATO'nun bu cür quruluşunu qəbul eləmir, geri çəkilir. Geri çəkildi də avtomatik qabağa çıxan dövlət Türkiyə dövlətidir. Avropalılar, hansılar ki, Türkiyə millətini həmişə alçaldıblar və Türkiyə dövlətini də öz Avropa birliyinə qəbul etmədilər heç, elə bir rədd cavabı verdilər ki, onları alçatdılar, təhqir etdilər. İndi siyasətə görə türkləri, Türkiyə dövlətini veriblər qabağa. Qabağa veriblər ki, bu Türkiyə dövləti Rusiya dövləti ilə qarşı-qarşıya qalsın, bir də İran İslam Cümhuriyyəti ilə qarşı-qarşıya qalsın. Siyasət yəni budur. Çoxlu vədlər də veriblər. Silahlandırırlar. İndi nə silahlar verəcəklər, bunu zaman göstərər. İndi alınacaq bu, yoxsa alınmayacaq? Türkiyə hökuməti, xalqı demirəm, Türkiyə hökuməti böyük sınaq qarşısındadır. Gələcək göstərər. Ya onlarla həmpeyman olub, NATO özü indi yaradılmayıb. NATO təşkilatı SSR-nin
nüfuzunun və genişlənməsinin əleyhinə yaradılan bir dənə təşkilatdır. Buna görə yaradılmışdı. O dövrdə lazım idi. Amma indi hədəfləri başqa bir şeydir. Türkiyə, Rusiya qarşı durması yaratmaq istəyirlər. Türkiyə, İran qarşı durması yaratmaq istəyirlər. Türkiyə ön cəbhə olacaq onlar üçün. Türkiyə hökuməti böyük sınaq qarşısındadır. Ya gedəcək bu plana, ya da ki, siyasət işlədib rədd cavabı verəcək. O da onları fırladacaq və nəticədə, indi özü bilər da nə nəticə alar. Ayədə nə buyurulur? Ayədə buyurulur ki, وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا اَنَّمَا نُمْلِ لَهُمْ خَيْرٌ لَأَنْفُسِهُمْ. Kafir olanlar elə bilməsinlər ki, biz onlara bu fürsətləri ki vermişik, bu imkanları ki vermişik, onların xeyrinədir. İnnəmə numli ləhum liyazdadu isma. Biz bu fürsətləri onlara ona xatir vermişik ki, onların günahı çoxalsın. Və ləhum əzabun muhin. Və onlar üçün alçaldıcı əzab var. Bu günləri tarix artıq o səmtə yönəlib ki, bütün bu qüdrətlər tənəzzülə uğrasın və Allahın əzabına mübtəla olsun.